rayonlarda şikayətçiləri Ombudsman İnstitutu vasitəsilə saxlaya bilsək və onların problemlərini dinləyən orada olsa, o problemlər gəlib Bakıya çatmaz. Və bəzən Ombudsman onları dinləyir, institut onları dinləyir. Amma qərar vermək üçün səlahiyyət yoxdur, təsir etmək üçün səlahiyyət yoxdur. O da məktubu haralarasa ünvanlayır, sorğular göndərir və bu bir məktub dövriyyəsinə gəlir. Vətəndaş narazı qalır ki, yəni burada bir təsir mexanizmi olmalıdır. O baxımdan mən düşünürəm ki, vətəndaşlar müraciət edən zaman hər hansı bir qurumdan o regional səviyyədə öz həllini tapmalıdır. Yəni, Ombudsman İnstitutu, icra hakimiyyətlərindən, oradan yerli qurumlardan, hamısından hesabat tələb etmək səlahiyyətinə malik olmalıdır və onlar haqqında işin qaldırılması və yaxud nəsə olması ilə bağlı da hər hansı bir məsələni aidiyyatı dövlət qurumları qarşısında qaldıra bilər və yaxud yerindəcə onun həllini tələb edə bilər. Və bununla da bağlı hər 3 aydan bir görülən işlərlə bağlı indeksləşdirilmiş şəkildə də hesabatı ictimaiyyətə təqdim etsin. Yəni, bugün Ombudsmanın o səlahiyyətləri olmasa, doğrudan da regionlarda gələn şikayətlərin sayı azalmayacaq. Və eyni zamanda vətəndaşların hamısının çox ciddi şəkildə hüquqi biliklərə ehtiyacı var. Pulsuz hüquqi biliklərə və eyni zamanda məsləhətlərə. O baxımdan Ombudsmanın bir ştatı da pulsuz hüquqi yardımın göstərilməsi olmalıdır.